Bildiyiniz kimi Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyəti ilə Fövqəladə Hallar Nazirliyinin Bakı Regional Mərkəzi arasında ənənəyə çevrilmiş əməkdaşlıq ardıcıl və məqsədyönlü şəkildə davam etdirilir. Bu əməkdaşlıq çərçivəsində mütəmadi olaraq keçirilən birgə təlim məşqlər əməkdaşlarımızın fövqəladə hallarda düzgün fəaliyyət ardıcıllığının mənimsəməsinə, real vəziyyətlərə hazırlıq səviyyəsinin artırılmasına və təhlükəsizlik mədəniyyətinin təşviqinə xidmət edir. Fürsətdən istifadə edərək 28 aprel Ümumdünya Əməyi Mühafizəsi Günü münasibəti ilə təhlükəsizlik iş mühitinin təmin edilməsində göstərdiyiniz məsuliyyətə görə hər birinizə təşəkkür edir. Sizə möhkəm can sağlığı, təhlükəsizlik əmək şəraiti arzulayıram. Əməyimizə dəyər verək, təhlükəsizliyi birlikdə qoruyaq. Cari ilin aprel ayının 24-də Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin hərbiləşdirilməmiş mülki müdafiə qüvvələri ilə birgə Biləcəri stansiyasında fövqəladə halların nəticələri aradan qaldırılması zamanı idarəetmənin təşkili mövzusunda taktiki xüsusi təlim keçirilmişdir. Təlimin keçirilməsində məqsəd Azərbaycan Dəmir Yolları Qapalı Səhmdar Cəmiyyətinin Biləcəri stansiyasında rəhbər və komandir rəis heyətinin fövqəladə hallara operativ reaksiya verilməsi üzrə hazırlıq səviyyəsinin yüksəldilməsi, eyni zamanda fövqəladə hal şəraitində birgə fəaliyyətlərinin uzlaşdırılması, eləcə də mülki müdafiə orqan və qüvvələrinin idarə edilməsi üzrə bilik və bacarıqlarının təkmilləşdirilməsi olunmuşdur. Təlim uğurlu keçmiş, qarşıya qoyulmuş məqsədlərə nail olunmuşdur.